Rüstəm kişi böyük bir təsərrüfata rəhbərlik etməkdəydi. Benim ailem bu yumruk kim olmalıdır? 5 parmağım biri açılsa kesip atarım. Ne desen haklısın. Çünkü ben senin yüreğini yaralamışım. Ancak inan ki, öz hayatımı da zehirlemişim. Bu sözler kime lazımdır Qaraş? İnsanı bir defa aldatmaq olur. Məhəbbət pul deyil, səndə dilənçi. Rüstem dayı, böyüye hürmet eləmək borcumuzdur. Ama bir şeyin hakikat olduğuna inanandan sonra, laf atam da qəbirdən dirilip gelse, ayak geri koyan değilim. Ayol, yaltaktan yalancıdan adama meyem dayak olar. Yiğidin dayağı dağ olsun gerek. Eşitməmsən ki diyerler, dayağı dağ olanın başı göğlere çıkar. Yok aşnam. İş bile geçse yarışıl düzdün. Çok da döşeğe döyme ay Keremoğlu. Bu barada faizde danışar. Maya bacı, sen qağamı necə sevmisən? Birinci baxışdan, yoksa sonradan, yavaş yavaş ha? Yok, sen Allah özünü de. Hansı yaxşıdır, birden sevmək, yoksa yavaş yavaş? Rüstəm dayı, özün bilirsən ki, Qızıl Bayraqdakı iclasdan sonra kolxozda ayrı bir hava yaranır. Hamı yüksək məhsuldarlıqdan danışır. Yazıq qızın nə atası var, nə də anası. Hər ikisi 43-cü ildə müharibədə həlak olur. Tifil tək tənhadır. Yadındadır mı? Cavanlıkta oxuyardın. İgid odur her əzaba qatlana. İgid odur attan düşə, atlana. Demirəm saxla. Dədəm də gəlsə qoymaram başdan sov deyəsən. Ay şizat, qadam bu ürəyimə. Mən o yetim kəmi görsən, de bir kəndə gəlsin. Ona vadir sözüm var. Bak şey! Ay cemaat! Evimi yıktılar! Bana kömək edin!